Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 3 sətr və 3 sütundan ibarət fiqurlar verilib. Biz bu verilmiş fiqurlar arasında qanunauyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn fiquru tapacağıq. Birinci sətr, birinci fiqurumuzda bir düzbucaqlıdır və ştrixlənib içərisi. Bir də dairədir, qara rəng. Növbətidə isə düzbucaqlıdır, amma içi ağdır və dairədir, ştrixlənmiş. Və növbətidə isə kvadratdır, qara rəngli və dairədir, ağ rəngli. Diqqətlə fikir versək görərik ki, hər fiqurda, birinci sətirdə birinci, ikinci, üçüncü fiqurların hər birində düzbucaqlı, ştrixlənmiş ağ-qara, dairə də qara, ştrixlənmiş ağ. Amma burada ikisində düzbucaqlıdır, birində kvadrat. Rənglərimiz də ağdır, qaradır və ştrixlənmiş formadadır. İkinci sətrə baxırıq, görürük ki, burada kvadrat artıq ağ rəngdədir, dairə ştrix, burada düzbucaqlı qara rəngdədir, dairə ağ və burada dairə qara və ştrixlənmişdir düzbucaqlı. Diqqətlə fikir versək, eyni fiqurlardır, yəni 2 düzbucaqlı var birinci sətirdə, ikinci sətirdə də 2 düzbucaqlı var və 1 kvadrat var, 1 kvadrat var. 3 dənə də dairə var, müxtəlif rənglənmiş və ikinci sırada da 3 dairə var, müxtəlif rənglənmiş. Deməli, hər sətirdə eyni fiqurlardır, lakin müxtəlif rənglərlə. Keçirik 3-cü sətrə. 3-cü sətirdə bir düzbucaqlımız var, qara rəngli. Bir ağ rəngli dairəmiz. Bizdə olanların, yəni birinci və ikinci sətirdə olanların qırmızı xətləyəcək, olmayanları sual işarəsinin yerinə uyğun gələn fiqurun düzəlməsində istifadə edəcəyik. Deməli, ağ rəngli dairə, ağ rəngli dairə, ağ rəngli dairə. Üçündə də var və üçündə də xətti çəkirik. Qara düzbucaqlı, qara düzbucaqlı, qara düzbucaqlı və qara kvadrat. Bu da bu tiplərlə gedir. Qara dairə, qara dairə, qara dairə və qara dairə. Burada da ştrixlənmiş kvadrat, yəni kvadratla düzbucaqlı eyni formadır. Ona görə buradakı şəkildə ştrixlənmiş, ştrixlənmiş və ştrixlənmiş. Deməli, qalanlar hansıdır? Ağ rəngdə, düzbucaqlı. Bizim artıq bir kvadratımız, hər sətirdə bir kvadratımız olduğuna görə biz kvadrat istifadə elədik ştrixlənmişlə. Deməli, bizim bir düzbucaqlımız olacaq ağ rəngdə və bir dairəmiz olacaq ştrixlənmiş. Və düzbucaqlımız ağ rəngdə gördüyümüz kimi Y variantıdır. Və ştrixlənmiş dairəmiz də Y variantına uyğun gəlir. Düzgün cavab Y variantı. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.